Vətəndaşlar, xoş gördük sizləri. Növbəti oyunumuza başlayırıq və istərdim sizin icazənizlə oyuncularımızı burada dəvət edin. Beləliklə qarşılayım. İsmailov Zümrüd. Buyurun, xoş gəlmişsiniz. Və Şərifov Ruslan. Əyləşiniz. Bir də xoş gördüm sizləri. İstərdim sizi oyunumuzun şərtləri tanış edin. Oyunumuz 8 turdan ibarətdir. Bu turlar hansılardır? Birinci, dil. İkinci tur, kulinariya. Üçüncü tur, idman. Dördüncü tur, alet əlmə. Beşinci tur, coğrafiya. Altıncı tur, mədəniyyət. Yeddinci tur, tarih. Və 8-ci tur, və texnika. Sizə 30 saniyə vaxt verilir. Bu 30 saniyə vaxt ərzində siz düzgün cavab tapıb mənə deməlisiniz. Düzgün cavablar nida ilə, səhv cavablar isə qiymətləndirir. Aydındır, başlayırlar. Beləliklə, birinci tur. Dediyim kimi, birinci tur dillə bağlıdır, Azərbaycan dilinə. Suala qarşılarını diqqətlə qulaq. Sualı bizə tərtib edib göndərib Dilçilik İnstitutunun aspirantı Mətəmət Tağıyeva. Sual belədir. Azərbaycan dilində ismin hansı kateqoriyası yoxdur? Hal, xəbərlik, cins. Buyurun, vaxt gedir. Haşirəm yerdən danışmıyor. Azərbaycan dilində ismin hansı kateqoriyası yoxdur? Hal, xəbərlik, cins. Siz ne yapmışsınız? Cins. Niye böyle fikirləşirsiniz? Deyə bilərsiniz, fikrinizi ayrılın. Niyə məsəl Azərbaycan dilində cins kateqoriyası yoxdur, belə fikirləşirsiniz? Ne böyle yazmışsınız? Siz? Cins kateqoriyası mənə Azərbaycan dilində sifətə aiddir. İsmi aiddir da. Söhbət isimdən gedir, isim kateqoriyasından. Siz sol demişsiniz, ismi aiddir. Azərbaycan dilində ismin hansı kateqoriyası yoxdur? İsmin hansı kateqoriyası yoxdur? Cins də bu, yəni yoxdur. Cins də, hal kateqoriyası var. Qalış fikrinizdə, dəyişmiş fikrinizdə. Ondan xaricə deyəm, düzgün cavab alsın. Ümumiyyətlə, Türk dilləri qrupunda cinslərə ayrılma olmadığı kimi Azərbaycan dilində də ismin bəli cins kateqoriyası yoxdur. Sonra, misal üçün, Rus dili ilə müqayisə eləmək olar. Rus dilində 10 ana, İngilizcə she, misal üçün, he. Bizdə isə o qız, bu oğlan deyəndə o və bu əvəzlikləri cinsə görə dəyişmir. Ona görə də cins kateqoriyası yoxdur. Düzgün cavabı hesab 1-1'dir. Keçirik ikinci turumuza. Sonra sizə tanınmış aşbaz Şahsəyin Kərimov verəcək. Buyurun, monitora baxın. Rus, soğan, yağ, mıxək, ya pomidor, ya armudor ola bilər. Bu komponentdən hansı yemək hazırlanma var? Müsamman, murğutuş, nargiz. Xahiş edirəm, diqqətlə qulaq asın. Toyuq, rub, soğan, yağ və mixəkdən nə hazırlanır? Murğutuş, narbiş, musamma. Hərdən pomidor da vurmalıdır. Buyurun, vaxt getdi. Zümrüd, siz yazmışsınız narbiç. Ümumiyyətlə, Azərbaycan mətbəxlə tanışsınız. Narbiç necə hazırlanır, necə? Yəni, siz belə fikirləşirsiniz ki, məhz bu məhsullardan narbiç hazırlanır. Niyə belə fikirləşirsiniz?
da destek olarım. Niyə fikirlər gəlir? Deyə bilərsiniz, izah edə bilərsiniz. Yanında belə düşünür. Mən saydığım məhsulların içində danışığım nar yoxdur axı, yazılsız nar biç. Aslında yeməyin adından asılıdır. Necə? Yeməyin adından asılıdır. Qalsın fikrinizdə. Sən yazmışsan, musamma. Aslında desem bu personel hiçbiriyle tanış değiller. Elə belə yapmışsan. Fikrində qalsın sənin də. Çox gözəl. Gəl onda düzgün cavab alsaq. Düzgün cevap musamma. Bəli, düzgün cavab musamma. Mən bu tapdım və hesab 2-1. Təbrik edirəm İslam. Keçirik 3-cü turumuza. Üçüncü turumuz idmanla bağlıdır, Azərbaycan idmanı ilə. Və bu dəfə də sualı mən sizə verməyəcəm. Həmişə olduğu kimi tanınmış idman ustası Dilqar Quliyev verəcək sizə. Buyurun. Azərbaycanda badminton idman növü neçənci ildə yaranıb? 1961, 1960, 1967. Sualı təkrarlamaq istəyirəm. Azərbaycanda badminton idman növü neçənci ildə yaranıb? 1961, 1960, 1967-ci illərdə. Buyurun, baxmayın. Yerən partilərini Bax, tamamdır. Sən idmanla məşğul olursan, hansı idmanla bilirsən? Amma badminton idmanlarında da başını çıxara bilirsən ki, bu 1961-ci ildə yaranıb. Yox, elə belə yapırsın yenə də. Və siz xanım, siz elə belə yapırsınız. Fikrinizdə qalırsınız, vaxt deyəsən fikrinizi dəyişməzsiniz. Başka variant yok. Başqa variant yoxdur, yəni necə mən 3 variant verdim. 61, 60, 67. Demək siz geriyə yol yoxdur. Fikirləşməyə yer var məncə. Yox? Yaxşı, ondan düzgün cavab gəlin qulaq asaq. Buyurun. Düzgün cevap 1960. Bəli, düzgün cavab 1960-cı il Zümrüd xanım düz tapdı və hesab 2-2 bərabər olur. Keçirik 4-cü turumuza, adı dənlə turuna. Maraqlı bir turdayıq. Çünki adı dənələr zəngindir, dizlər çoxdur. Onlardan biri haqqında sizə sual verəcəm, sualım onunla bağlıdır. Xarşıdan düzgün cavab yazmaq üçün tələsməyin, biraz fikirləşin. Diqqətlə qolasın. Arad ərlərimizdə geniş yayılmış belə bir məqam var. Uşaqlara, böyüyə, göz dəyməsin deyə adətən başına üzərlik sırladıb deyirlər. Üzərlik sən havasan, hər bir dərdə davasan, hər yerdə sən alasan, qada bəla olasan. Bu parça el arasında və folklorda nə adlanır? Olsun, etiqad, alqış. Buyurmaq getdi. Üzərlik sən havasan, hər bir dərdə davasan, hər yerdə sən alasan, qada bəla olasan. Bu parça el arasında və folklorda nə adlanır? Olsun, etiqad, alqış. Tamamdır. Hər ikiniz de yazmışsınız olsun. Ümumiyyətlə olsun nə demək bilirsiniz? Olsun da insan olsun. Necə olsun deyirlər? Yani ki olsun da həmin olsuna nəzərən hərəkət edir. Bəs alqış nədir? Alqış. Yox, alqış verirsən, tərif verirsən ona, alqış verirsən. Yaxşı.
Yaxşıdır. Yaxşı, etiqat nədir? Etiqada inanırsan. Yaxşı. Yəni siz belə hesab edirsiniz ki, hər ikiniz də dediyim bu cümlələr məhz ofsundur. Hə? Nə alqışdır, nə də etiqatdır. Sən də belə fikirləşirsən? Fikrini dəyişirsən? İstəmirsən? Siz də. Yaxşı. Düzgün cavab olasını xahiş edirəm. Mən sabah verirdim fikrinizi dəyişməyə. Mən hərdən çaşdırıram, amma hərdən imkan da yaradıram fikir dəyişməyə, yəni dəqiqən düzgün cavab verməyə. İstəmirsiniz? Yaxşı, düzgün cavab olasın. Üzərliksən, havasan, hər bir dərə davasan, hər yerdə sən olsan, qara qara solasan. Bu parça və bu cür deyimlər el arasında və xalqlarda olsun anlamında. Düzgün cavab verirsiniz, hesab 3-3 bərabər olaraq qalır. Keçirik 5-ci turumuza. Beşinci turumuz coğrafyayla bağlıdır. Coğrafyayla bağlı bu sualı bizə tərtib edib, göndərib Bakı Dövlət Universitetinin Coğrafya Fakültəsinin müəllimi Yaqub Qəribov. Xahiş edirəm, sualıma diqqətlə olasın, tələsməyin. Respublikamızın bütün rayonlarında fəaliyyət göstərən sənaye sahələri hansılardır? Yüngül və yeyinti sənayesi, neft və kimya, toxuculuq və energetika. Bunu vaxt gelir. Yüngül və yeyinti sənayesi, neft və kimya, toxuculuq və energetika. Toxuculuq və energetika. Yəni bu üç variantdan bunu seçdiniz. Və niyə seçdiniz deyə bilərsiniz? Ona görə ki, bütün rayonlarda enerji lazımda, energetika inkişaf etdirir, toxuculuqda bütün rayonlarımızda var. Mən bir sual vermək istədim sizə ki, yəni sizcə bütün rayonlarda energetika stansiyaları var? Var, bütün rayonlarda. Və toxuculuq kombinatları var. Hamı xalçı toxuyur. Məşğuldur ki, xalçı toxuyur. Ümumiyyətlə toxuculuqla məşğuldur. Yaxşı. Birinci neft sahəsidir. Bu əsasən Bakı və ətraf rayonlardadır. Şimdi orisində isə energetika var. Bu energetika hər bir rayonda yoxdur. Sənətsə yüngül və yeyinti sənayesi. Bu hər bir rayonda. Hər bir rayonda var. Neft və kimya yoxdur. Yoxdur, hər rayonda yoxdur. Daha sonra fikir verin. Çok güzel. Onda karşıdan düzgün cevap olasın. Respublikamızın bütün rayonlarında faaliyet gösteren sanayi sahaları arasında en popüler ve en çok olan yüngül ve eğlenceli sanayisidir. Bəli. Sonra aldı bu var. Hesap 4-3 olarak ustalık evleri. Keçirik 6. turumuza. Bütün yaradıcı adamların müəllif yollarını qoruyan yeganə telekanal ABA şirkətin maliyyə departamentinin direktor Şamil Sətiyevin azadlığa buraxılmasını tələb edir. Dünən Milli Qurtuluş gününə həsr olunmuş daha bir tədbir baş tutdu. Bu dəfə Bakı Dövlət Universitetində. Elə ki, həmin universitetdə Heydər Əliyev məktəbinin növbəti məşğuliyyətinin mövzusu məhz 15 iyun dövlətçiyimizin Qurtuluş günüdür adlanırdı. Müxtəlif sahələrdə fəaliyyət göstərən alimlərin də iştirak Diqqətlə monitora baxacaqsınız. Növbəti sualı və mədəniyyətlə bağlı sualı Opera və Balet Teatrının solisti Baba Məhmudoğlu verəcək sizə. Buyurun. Növbəti sualı və mədəniyyətlə bağlı sualı Opera və Balet Teatrının solisti Baba Məhmudoğlu verəcək sizə. Buyurun.
əzizlərim, bu mahnı çox qədim zamanlardan bəstələnmiş mahnıdır. Bu mahnını ilk dəfə Azərbaycan musiqisində değişmə şəklində mən gətirmişəm. Mahnının tekstinə uyğun, mahnının məzmununa uyğun. Deyin görək bu mahnının müəllifi Hacı Hüsüdür, Məşədi İsidir, Seyid Şünskidir, yoxsa Cabbar Qaryatov? Hacılarım, qulağısını suala təkrar etmək istəyirəm. Gördüyünüz kimi, o mahnıda o sizə bir mahnıdan parça oxudu. İrəvanda xalq almadı mahnısında, xalq mahnısıdır. O sizdən soruşur, bu mahnının müəllifi kimdir? Hacı Hüsüdür, Seyid Şünskidir, Cabbar Qaryatovudur, yoxsa Məşədi İsidir? Buyurun, bax verir. Hacı Hüsü, Seyid Şünski, Cabbar Qaryatovu, Məşədi İsidir. Sayın Ruslan Cabbar Qaryatovu, sən bu sənətkar haqqında bir şey işitmirsən, məlumatın var. Ümumiyyətlə, bu sənətkarlardan hansıları sağladım mən, onlar haqqında məlumatım var. Kim haqqında? Kim olub, nə ilə məşğul olub? Hansı, deyək ki, sənətdə nə ilə məşğul olub? Biri müğənni olub, xanəndə olub. Elə belə yazmışsan, Cabbar Qaryatovu. Zümrüt siz yazmışsınız Seyid Şuşunski. Bu sənətkar haqqında məlumatınız var. Tanıyırsınız, görmüşsünüz, eşitmişsiniz onun haqqında. Eşitmişəm ama görmemişim. Elə belə yazmışsınız. Kimsə sizə kömək edir, siz də yazdınız onu. Özüm yazdım. Özünüz yazdınız. Fikirdə qalırsınız. Dəyişmirsiniz fikrinizi. Vaxt verirəm sizə. İstəmirsiniz. Çox gözəl. Bunu düzgün cavab alırsınız. Əlbəttə ki, Orta Şərqin ən böyük xanəndəsi Cabbar Qaryatovdur. Mən sizə vaxt vermək istədim. Mən hiss elədim ki, siz özünüz yazmadınız. İmkan yarattım ki, fikrinizi dəyişək ama qalıb fikrinizdə. Bəli, bu Cabbar Qaryatovudur və hesab 5-3 Ruslanın fərqləridir. Keçək 7-ci turumuzda tarixlə bağlı bir tura. Son bana Süleymanov'un eşittiklərim, oxuduqlarım, gördüklərim kitabındandır. Mən sonra sizə monitora baxdıqca deyəcəm. Xahiş edirəm, monitora diqqətlə baxın və sola qulaqasın. Gördüğünüz bu bina Kukla Tiyatro binasıdır. Xahiş edirəm, deyil. Vaxtıyla bu binada ne yerləşir? Suala təkrar etmək istəyirəm bir də. Gördüğünüz bu bina Kukla Tiyatro binasıdır. Deyin görək, Kukla Tiyatro binası əvvəllər necə adlanırdı? Şimal Bankı, Sinematografiya, Bakı İşçi Teatrı. Buyurmak gelir. Bugüne vaxtıyla ne adlanırdı? Şimal Bankı, Sinematografiya, Bakı İşçi Teatrı. Bak tamamdır. İşçi ne? İşte tiyatro. İşçi tiyatro. Böyle fikirləşirsiniz. Bu da bir özünüz fikirləşdir yazdınız. Çok güzel. Ne yazmışsam?
Bakı işçi teatrı. Sən də həmin o fikirdəsən. Qalız fikrinizdə. Dəyişmək istəmirsiniz fikrinizi. Kişinin sözü bir olar. Siz evdə fikirləşirsiniz, kişinin sözü bir olar. Nə? İşçi teatrı. Belə fikirləşirsiniz. Bu dəfə özünüz fikirləşdiniz, yazdınız. Gözəl. Sən yazmışsan, Bakı işçi teatrı. Sən də həmin o fikirdəsən. Qalız fikrinizdə. Dəyişmək istəmirsiniz fikrinizi. Kişinin sözü bir olar. Siz evdə fikirləşirsiniz, kişinin sözü bir olar. Yaxşı. Ne olar? Ona düzgün cevap olasını xahiş edirəm. Gördüğünüz həmin bu bina Kuva Teatrının binası əsrin əvvəllərində bağlı şair əhlinin kinoya baxmağa getdiyi fenomen sinematografiyası, yəni kinoteatr adlanır. Hesab dəyişmir. 5-3 olarak qalır Ruslanın yerinə. Və keçirik oyunumuzun 8-ci turuna. Suala diqqətlə qulaq. Azərbaycanda kimya ixtisası üzrə ilk alim və professor kim olur? Sadıq Hüseynov, Zahid Xəlilov, Yahya Məmmədov. Buyurun, bax nedir? Görünüm, Sadıq Hüseynov yazmışsın orada. Ben de Sadık. Sen Sadıq Hüseynov. Ama siz fikirləşirsiniz ki, Azərbaycanda kimya ixtisası üzrə ilk alim və professor Sadıq Hüseynov oldu. Sualın cevabını deyim, yoxsa biraz fikirləşmək istəyirsiniz, dəyişmək fikrinizi? Yəni, mən özüm humanitar fəndə bir məşrif oxuduğum üçün texnika fəndlərinin heç birində məlumatım yoxdur. Bunda yəni təqribən yox. Mən sənə 3 variant dedim. Mənə maraqlı məsələ, niyə sən Sadıq Hüseynov seçdin? Yahya Məmmədov ola bilərdi. Dəyişmək istəmirsiniz fikrinizi? Yox. Onda düzgün cavab olasını xahiş edirəm. Vaxt veriniz. Fikirləşmə. Axırıncı turdur. Qalız fikrinizdən. Dəqiq. Yaxşı. Düzgün cavab belədir. Azərbaycanda kimya ixtisası üzrə ilk alim və professor Sadıq Hüseynov. Oyunun sona çatdı və hesab 6-4'dür bizim cavab olanın xeyrinə. Təbrik edim səni. Mən əlimlə gəldirədim. Yəni, heç bir kömək eləmədim və istədim ki, hər ikiniz öz məharətini göstərəsiniz, hər ikiniz qalib gələsiniz. Amma bu oyunda Ruslan qalib gəldi. Onu alqışlayırıq. Və Azərbaycana bırakın. Buyurun. Alqışla silahı altında. Təbrik edirəm. Və oyunumuzun axırında mən istərdim. Teşekkür ederim. Ve ben isterdim bunu sana. Oyunumuzun böyle bir prizi var. Yani Bakı'da en güzel kafelerden olan en tatlı yemekler verilir orada. Güzel mətbəxi var oranın. Napoli kafesinden sana böyle bir davetlama verirəm. Buyur. Orada git Şam yemeği. Meşgul de herden yazarsan. Tebrik ederim sana. Buyur. Benim tamam mevslenmeyin. Evde yoktur. Siz heyecanlansınız, gençsiz. Gelip yine de bizim verilişte iştirak edebilirsiniz. Belki de galip geldiniz başka bir verilişte. Hiç taraftan düşmüyorum. Çünkü bakmıyor ki bu oyunda siz uduzdunuz. Hamınız bir devletin bir ölçülen vatandaşıyım. Azerbaycan devletinin. Ve harda olursa olun. Her işi Azerbaycan'la sağ olun. Sağ olun.